Herkese salam. Bugünkü maskam xardal maskası olacaq. Xardal maskası saç köklərinin qan dövranını stabilləşdirir, saç köklərində tökülməni dayandırır, seyrələn nahiyələrdə tük gətirir. Tez bir zamanda seyrələn nahiyələrdə tük çıxır. Deməli, nə edirik? Bu xardal maskasını götürürük. 2 dənə yumurtanın sarısını, 2 xörək qaşığı xardal, bir xörək qaşığı tam dolu olmayan şəkər tozu, 2 xörək qaşığı isti su, 2 xörək qaşığı isti su, sonra 1 xörək qaşığı gənəgəlçək yağı, baxın gənəgəlçək yağı, kastorkavaya masla, 1 xörək qaşığı zeytun yağı, оливковое масло. Bunu qəşəng-qəşəng qarışdırıb saç köklərinə çəkirik, barmaq ucları ilə saçın ancaq diblərinə çəkirik. Çəkəndən sonra 1 saat sonra yuyuruq. Deməli, bu saç köklərinin həqiqətən də oyadır. Tökülən, seyrələn saç diblərini oyadır. Saçın, necə deyim, bərpa edir, yenidən saç çıxır. Seyrələn yerlərdən saç çıxır. Həftədə bir dəfə edə bilərsiniz, 1 ay və 2-3 ay necə deyim, ara verib, sonra yenə 1 ay edə bilərsiniz. Çox mükəmməldir də, yəni ki, çox sınanmış bir maskadır. Baxın, belə bir gözəl bir, necə deyim, maska alınır. Saç köklərini əlinizlə çəkirsiniz barmaq ucları ilə və 1 saat sonra, necə deyim, yuyursunuz. Saçınıza keçirirsiniz salafanı, üstündən də dəsmal. 1 saat sonra yuyursunuz, bu qədər.